Hə beləsən də sən. Hə. Ya o Milan Arsenalı yeyərdi diri-diri. Məsələn sən. Necə başladı Milan belə axırda çıxardır Milan. Gəl belə işləşdən çəkə qardaşım sən. Bu nədir ala? O Arsenal İmna Arsenalda şeylədi, gördü. İmna Arsenalda. Milan sən saldın da Milanı. Mən saldım. Yox, mən saldım. Sən Mən dedin sən saldın. 5-də. Bu City necə s***di mənim bütün planlarımı. Yadımdan çıxmışdı bu City mənim, belə. Sıxdım batırdım Bu bunu. 6-2 batırdı, belə bu burada olmalı. Batırdın yəni sən onu qoy. Let's go. Bu günlərin 2 dənə maraqlı topikimiz var. Daha doğrusu bir əsas maraqlı topikimiz var. Bir dənə də quizimiz var. Birincisi salam. Birincisi salam. Salam. Qaldı içimdə. Necə salaq. Birincisi salaq. Salağın içində Salaq. qaldı. Fanatlar yazın. Bəli. Haterlar. Loserpool yazan oğlan. 20 dənə klub var, daha doğrusu heyət var, fərqli klubların. Bunların içərisində bunlar hamısı 21-ci əsrdə oynamış. Komandalardır. 11-liklər. 21-ci əsrdə. Bəli. 2000-dən bu tərəfə də. Yəni məsəl üçün Barselonanın fərqli 11-likləri var, Milanın, Juventusun, amma biz bu 20 komanda 11-lik içərisindən 21-ci əsrin ən yaxşı 10 komandasını sıralamalıyıq. Okey. Onda başlayıram oxumağa. Birinci başlayaq Əkbər abinin Milanından 2004-2005 Milan. Çempionlar Liqasında finala çıxıb, Serie A-da ikinciliyi var. Şeva ən çox qol vuran həmin mövsümdə oyunçusuydu. Yəni ilk ona düşər sizcə bu Milan? 2004-2005. Neçənciyə qoyarsınız? Amma yəni 20 dənədir ya. 20 dənə. 20 klub sayacağam, komanda sayacağam bu formada. 5-likdə olar. Hə, bu arada 10-luq içərisində bir dənə yer dəyişmə şansı da verirəm Ha, sizə. okey də. Məncə okey də. Real Madrid Barselonanı çox güman qabağa salarıq. Orada fərqli Real Madridlər, fərqli Barselonalar var. Fərqli Chelsea-lər, Bavariyalar, Çox güman ki, Juventus, həmən Unitedlər. bu məsələn Milan heç nə udmayıb da. Hə, Amma çünki- onlar yəqin ki, nəsə udublar. Bəli, Mən udmağına görə demirəm. Yo, Bu yo, Milan mən də- 2004-2005 Milan Ən pik idi. Düzdür. hamını qorxuda saxlayırdı. Hamını qorxuda saxlayırdı, amma heç nə O 2002 Ronaldo 2003 düzdür. 2002-2003 Milanın improve version olmuşdu. Deyir ki, update olmuş, yeni bir iPhone-da təzə şey gəlir, obnovleniya. Bu da həmin söhbət Yox, edir. mən həmin komandanı 5-yə qoydum. Məsələn Milan Juventusa da həmin o çempionatda 2004-2005 mövsümündə axırıncı turda San Siro'da o Chelsea-yə pas vermişdi ki, Trezeguet kim vurmuş yadımdan çıxdı. Orada itirmişdi çempionluğu. Amma sən demə, yəni orada Kalçopur məsələsi var idi və sudyalar zətdə hamısı Moji tərəfdən. Əslində udmalı idi çempionat. Alınmadı, amma ondan sonra aldılar əlinə. Yox, 5-də qoymaq olar. 5-də qoymamaz 5. Neçə? 5-ci yerə. O Milan çox güclü. Sən istəyən abi siyahı kimi yaz. Sonra işte dəyişər bir ədəd. Hə, sonra bir dənə şans verəcəm sizə dəyişmək. Bir saniyə. İndi yazacaq deyəcəklər. Ya Milanı qoyub qabağa, o boyda nə bilim. Yox, o Paxtakoru qoymayıb. o vaxtda izləyən futbol izləyən insanlar bilirlər ki, o Milan nə idi. Yəni ümumiyyətlə 2003-2007-yə qədər Milan, yəni başqa səviyyədə. Prime Milan vaxtları. 100%. İkinci adını çəkəcəyim klub Milanın digər klubudur. Inter 2009-2010. Mourinho'nun Interi treble qazanmış Inter. Serie A-da qalib olublar 82 xalla. Treble-da deyirsən də. Udub da 3 dənə Serie şey. qalib olublar. Milito'nun 22 gol 5 asistdən oynadığı mövsüm var. Eto'o həmin mövsüm 12 gol 5 asist oynayıb. Orada Milito hər şey eləyirdi. Maicon 6 gol 11. Mən bu şeyə hazırlaşmazdan əvvəl bir şey təəccübləndim. Bu mövsüm Maiconun statistikaları Sneijderdən daha yüksəkdir. Məsəl üçün bu mövsüm Sneijder 4 gol 8 asist oynayıb, Maicon 6 gol 11 asist. Və həmin Interin ən məhsuldar 3-cü futbolçusudur Maicon. Sneijder qatqısı başqa statistik deyildi. Okey. Amma bu Inter brat. Baxmayaraq ki, həmin o Pepin Barselonasını dayandırıb. Amma orada avtobusla dayandırıblar. Yəni sırf İkinci oyunda. İkinci oyunda Birinci oyunda yaxşı oynadı. məşqçinin o Mourinho'nun hesabına bunu ediblər. Yəni komanda olaraq həmin komanda məsələn də Milanın 2004-2005 Milanı ilə dirəşə bilməz. Hə, amma məsələn çempionatda da kifayət qədər, yəni səncə dominant Romanın keçişlərdə. Roma axırıncı bir tur son tura Roma bir tur öncə Ranieri də o vaxt məşqçisi, Sampdoria uduzdu öz meydanında və Roma belə birinci yerdə idi. Uduzmasaydı çempion Roma idi. Yəni o da belə də uddu çempionatı, amma Çempionlar Liqasında kifayət qədər yaxşı performans göstərdi. Yəni bilmirəm 6 O şey Totti Del Piero ilə bu yaxınlar söhbət elədi. Dedi ki, sən neçə dəfə çempion olmusan? Del Piero dedi ki, 7-8 dəfə. Deyir, mən isə 20 dəfə, nə 20 dəfə ikinci yer tutmuşam. Okey, bu Interi neçənci yerə qoyursunuz siyahıda?
6. Treble deyə brat. Prosta Bundan qabaq hələ 4 başqa bənzər. Prosta yo, mən əczalar o prizmanda qeyb. Biz Milanı qoyduq 5-ə. Çünki Milandan hamı qorxurdu. Həmin Interdən heç kəs qorxmurdu brat. Plus bu Interin çempionluğu sürpriz idi brat. Ona görə Və növbəti mövsümdə davamı gəlmədi. bu Inter Və 10 il ərzində də çempion bu oldu. Inter 10-cu yerdir brat. Sırf Treble və Mourinho'ya görə. 10-cu niyə? 6 10 brat 10. O komandalar var orada. Brat Avropanı belə saxlayan komandalar var brat. Getdilər. Bavariyası var. Bavariya. Okey. 2003-2004 Arsenal. 90 xal 2004 90 xalla Şeydirsə, qızıl çempionluq. Golden. Henry'nin 30 gol 6 asist. Məncə Bu yaxınlarda fikirləşirdim bunun haqqında. Okey də 2004-də Avropada heç nə eləmədilər. Deyəsən şeydə uduzdular da 4-də 1-də 2004-də. uduzurlar da çempionluq. Amma çempionatda babat getdilər, uduzmadılar heç kəsə. 6. Həmin mövsüm bir dənə Premyer Liqa götürüblər də, FA Cup-ı uduzdular, Altı. Çempionlar Liqası. 6 qoyardım. Niyə? Yəni o unbeaten teması çox böyük bir şeydir. Sən də Arsenal azı keçdin. Niyə ya unbeatendir da? Yəni başqa komanda belə eləyib, yox. Amma mən sizə deyim, Arsenalın göstərdiyi futbol həmin vaxtda gördüyüm ən gözəl futbollardan biri idi. Sonra onda 6. Çox gözəl oynayırdı. Aşı 4 olmalıdır əslində Arsenal rəqəmi. Yəni Arsenalın azarkeşləri, yəni sırf bəlkə də o 3-4 sezon ərzində yəni daha çox olub da dünyada. Sırf Henry'yə görədir. Henry'nin Bergkampın göstərdiyi performans, yəni mən özüm də oturdum Premyer Liqada Arsenalın göstərəndə mütləq ona baxırdım. Mütləq baxırdım çünki baxırdım ki, ala bunlar nə edirlər ala. Və sırf belə subyektiv azarkeş olaraq gözəllik futbolunu seçsək biz, mən deyərəm ki, hə, okey. Arsenal sən dediyin kimi 6-cı yerə layiqdir. Bəlkə də gözəlliyi baxımından 4-lüyə də salaram həmin komandanı. Amma gəlin biraz obyektiv fikirləşək və baxaq görək ki, yəni bu komanda, yəni Arsene Wenger dövründə 2006-cı il çıxmaq şərti ilə, yəni elə həmin o komanda, demək olar komanda dəyişilmədi. 1-2 dənə Toçin nəsə Gleb gəldi, nə bilim, o gəldi. İki xırda toxunuşlar oldu. Toxunuşlar oldu. Dəyişiklik olmadı. Amma ümumi dəyişiklik yox idi. Sastavın şey qalırdı, skeleti qalırdı və ona görə də bu komanda bəzən Çempionlar Liqasında çox pis təsir bağışlayır, çox pis oynayırdı və ona görə mən onu 6-ya yazmaq istəmirsən. Interdən yuxarı qoymaq da olmur onu. Treble var Interdən. Olsun da. Amma gözəllik baxımından Unbeaten söhbəti var orada. Mən ümumiyyətlə 9. çox şərh Mən verməyim. 9 deyirəm. Çünki mən komandaları bilirəm, nəticələr falan biraz intriqası itməsin deyə. Amma Mən 9-a 9 yazırsınız, deyirəm, okey. Yaşdaş getdi. Liverpool sən hansı 2018-2019. nəticəni bilirsən? Bu spis quca var hazırdır. Məndə spesifik var, mən sizə spisi kim verib onu? bunu ChatGPT-dən yazdım. ChatGPT yazıb. Yox, sıralamanı verməyib. Hansı komandadır? Sadəcə 21-ci əsrin düzülüşlərini verib də uğur qazanmış komanda. Siz sıralama sizindir. Hansı komandadır? İndi adını çəkəcəyim klub Liverpool 2018-2019. Kloppun Liverpool'un azarkeşlə ən sevimli personası 2018-2019 Liverpool. 1. Çempionlar Liqasının qalibi. Çempionatın qalibi. çempionatın. Yox, çempionatı Yox, qalib yox, o şeydir, Korona bir mövsüm sonra 21-də o, uduzdu. 20, Bu 21-də. uduzduqdur 99-dan. Çempionlar Liqası oldu. Çempionlar Liqası qalibi öz çempionatında İkincilik. bir xal fərqlə Hə, ikinciliyi 93 94 demək istəyirsən yığmışdı ya 93 ya 94. Hər nəsə elə 90 ikisi Və də 93. çox maraqlı bir mövsümdür ki, Liverpool orada 1 oyun uduzdu, City orada 4 oyun uduzdu, amma City çempion oldu. Çox maraqlı bir. Yəni orada deyəsən 7 də keçəcəsi var idi Liverpoolun. Amma bu komanda çox güclü idi. Bu komanda 2 dənə də kubok qazandılar deyəsən. Yox, bir dənə kubok deyəsən. Qarabağ oldu. Karabağ. Və ona görə də Zarabağ. həm də çox gözəl futbol oynayırdılar burada. Prosta Çempionlar Liqasında olan Barselona nə Və komanda. nəticə sən bara qoysan, baxaq görək. Mən bu komanda əgər 21-ci əsrdən söhbət gedirsə, bu komanda mənə görə 8-ci yerdədir. Okey. Yəni obyektiv ola Bazı baxsa. yazın kommentlərdə. Siz çox bilirəm. Obyektiv olanda Oxuyuruq özdə. həmin Liverpool yəni hə çempion olsaydılar, Qabağa salardım. Bəlkə də 4-lüydə olardı. Amma çempion deyildi. Olmadı. Mən ona görə mən 8-ə salaram olar. Okey. Juventus Razısan 2016-2017. Yəni 11-12 olmaz da. Yəni. Juventus 2016-2017. Ayaqrəsiz. Nə? 16-17 niyə? Verdi cavabı. Gözdə 15-də finalda idi. 17-də finalda idi da. Hə də Real uduzurlar da. Real'ı 15-də uduzub. Yox, Barcelona uduzublar. Barcelona Real'ı 17-də. 17 idi. 16-17 mövsümdə Ola finalda 2 dənə dalbadal çıxmışlar finala. 16-da deyəsən.
15-də 11 çıxdılar. 14 15 idi, 15 16 idi. Hə 15 16. Aha 15 16. Aha düzdür 15 16. Ha, bunu Mən öz yazdığımı görmürəm. Cavandır, Svejdir. 15 16 Real Uduzda 4-2-də Cardiff finalı. Çox yaxşı. Yo super komanda. Çox super komanda idi. Orada yaxşı komanda. Özü orada Razvalkada problem oldu. Dybala, Bonucci, qırışma, Tudor. Barcelona olmuşlardı həmin yarım finalda. Yarım 17 diyor. Yo 15-16, 15-16. Yəni dəqiq baxaq da məncə də 16 17. Nəyə gördürəm? Çünki 17. Burada 2015-ci Bonucci ondan sonra gəlib Milana. 2015-ci ildə final Barcelona Juventus. Sonra 2016-cı ildə kim oynamışdı? Məncə 18 19-dur Liverpool yarım. Ha 2016-cı ildə Atletico Real Real. oynadı. Hə, 16 17. Təzdən. Yo qalsın davam edin. Sivejidlər, qınamayın, Sivejidlər. 16 17. Özümüz düzəltdik də, özümüz düzəltdik. Mən gördüm çünki Bonucci ondan sonra çıxdı getdi Milana. 16 17. Yaxşı komanda idi. Xoşuma gəldi bu komanda. Zor komandadır Amma 11. Məncə Hələ razısam. belə baxanda. Məncə razısam. 11 Даже 11 O qədər əhəmiyyəti yoxdur 11 12 olmağının. Yəni 11 ilk ona olsun. düşmür. Okey 11 olsun. çünki 2 dəfə dalbada final çıxırdı, həmin komanda Hə, çıxırdı hə. finalda. Yəni mən Dalbada ilk yoxdur, ona yəni verəcəm. tək- Plus minus də. Plus minus. 2012 2013 Bavariya. Mən deyirdim indi Bavariya olacaq. Bu kimdən final idi? Borussia Dortmund. Borussia Dortmunddan treble qalibidir Jupp Heynckes'in. Hansı ki o gedir sonra Pep Guardiola gəlir. Bilirəm. Bunda 7 olmalı. Getiniyor. Məncə o Bavariya tam olaraq 6-lıqdır bura. Tam olaraq. Ay şu vışı xoş. Bəlkə də 4 qoyaram mən o Bavariya. O Bavariya çox güclü idi bura. Məncə 4 qoymaq, mən okey 6 Niyə 4 qoymuyor? 4-də məncə daha ciddi rəqiblər olacaq. Daha yaxşı komandalar, daha yaxşı performans göstərən. Ən azından orada Barcelona olacaq. Ən azından da Real Madrid olacaq. O ikisi getdi. Qəbul eləyək də brat. Qaydaq təzədən şeyə. Arsenal. Invisibles'ı bir şansı Arsenalı burada istifadə silirik. edirsiniz. Yəni bir şansınız var ha yerdə. Arsenal yaşa atırsan sən. Burada çünki Bavariya var, sonra belə Zidanın Realı var, belə Ancelotti'nin Realı var, Pep'in Barcelona'sı, Luis Mən Enrique'nin demirəm ki, Barcelona'sı Real var. bir neçə dənə klub bir neçə dəfə olar. Ha. Ya eyni klub yəni bir neçə. Ha. Hə də əlbəttə. Arsenal Invisible 15. Amma məzən sən. Hə, brat. Düz yazırlar sənə qarşı Arsenal. Vallahi Bəs protivdir. Görürsüz brat. Arsenal hateridir, konkret. 15 nədir? yaxşı 12. 12. O bizə nə yoxdur? Abırşın o boyda Abırşın 2 dənə şatır. Ya bilirsiniz. O da elə. maksimum. Arsenal 12. Burada olmur da elə şey. Düzgün danışaq da. Mən də o komandanı çox sevirəm bura. Amma elə deyildi, yəni. Sevmirsən görsən. Yox, mən Okey. əmin o Henry'nin komandasını çox sevirəm bura. Yaxşı. 2007-2008 Manchester United. Hə, Allah sənə. Yox, United Hara qoyasan o? 6-ya. Hə, ya 9 ya 6. 6. 6 niyə? Niyə 9 yaxşı? 6-dır. Məncə o Ronaldo'nun pik mövsümü idi. Ki Hə, razıyam. olar. Razıyam. Mən sizə müdaxilə eləməyim. Prosta biz buna Milanı da qoyduq ya burada. O Milan da məni çaşdırır biraz. O Milan çox Hələ çox. qoy hələ. Bir dənə məsələ var ki, bir məsələ var 6-ya ki, qoy. bu hələ ki bizim siyahılar içərisində də kuboksuz yeganə komanda ən üstdədir. Mən də onu deyirəm də. Bu Bu o komanda çox güclü idi burada. Mənə də o maraqlıdır. Ona görə mən onu dedim ki, kubok udmaq. Amma hələ dəyişə bilər, problem yoxdur. Yox, dəyişə dəfə deyil, bilməzsiniz. Arsenal Bir dəfə şans dəyişdirmir verdiniz, ya. Arsenal dəyişdi. Onun gözdə də la, bir qutarsın da. Çünki Arsenal dəyişilməli idi. Var, İmn bura. Arsenalda şeylədi, gördü. İmn Arsenalda. Ya o Milan Arsenalı yeyərdi diri-diri. Məsələn sən. Sən özün məndən də yaxşı Orada bilirsən. kommentləri görürəm. Orada yazır. Arsenal fanları, şeylədir. Arsenal fanları yazın ürək sözlərinizi Samirə. Burada həmin Manchester nə qədər dominant idi burada? Nə dərəcədə? Yəni EPL-u bu Yəni Porto güc bala ilə keçdilər. Yadımdadır da. Hələ güc bala indi hər bir Yox. komanda hardasa çətinlik çəkir. Porto güc bala ilə keçdilər. O keçib, Güclər. keçib. Final güc bala ilə utdular. Yəni yox, 6 Yox, elədi. yox. Düzdür 6-6. Ya mən Milandan yuxarı qoymaq istədim. Yox, o Milandan güclü komanda idi. Növbəti sezon ondan qabaq Milanla görüşdülər, Milan onları yemişdi. Okey. Eyni komanda Milan yemişdi. Altıncı orada. yer- 7-də də. 6-cı yer Manchester United 2008, 2007-2008. İndi adını çəkəcəyim komanda Manchester Unitedin 1 il sonra finalda uduzduğu komandadır. Barcelona 2008-2009. United-da 2008-2009. Yox, Barcelona 2008-2009. Onları utduğu. Hə. Yəni mən Birinci yer danışmırıq da. Yəni danışmaq lazımdır bunun haqqında. Pepin Barcelonası. 11-12 yox. Yox. 10-11 Yox, yox. toz. Pepin Barcelonası. Okey də yaxşı olsun. Pepin Barcelonası. Ne oldu Pep'in Barcelona'sında? Yox, Olursa. birinci Pepin Barcelonası. Wow. bu məsələdə mən də Samirlə razıyam. Sən- 2008-2009 daha Bir güclü. komanda düşmədi ki Barcelona. Bir dənə Chelsea biraz şey oldu. Hə. Mübarizə Orada ben- apardı. O da Evrebi sağ olsun orada. Biraz haqsızlıq Hə, da var orada- da Chelsea. Amma yenə də finalda keçməsəydi Barcelona, yenə də Pepin o Barcelonası getdi. pikdir. Yoxsa Okey. obyektiv. Növbəti komanda. Barcelona'nın əzəl rəqibi Real Madrid. 2016-2017. 16-17.
Mən 13-14 deyirdim. Fikirləşirdim. Çeylesi var. La Liqanı götürür. Hər Sizə bir söz deyim. Ümumiyyətlə mənə görə Zidane var, indi Ancelotti var. Amma ən güclü Real Mourinho Real idi. Yəni izlədiyim Reallar arasında. Heç unutmadı düzdür Çempionlar Liqası 3 Amma 3-dən yarım final. Amma məncə Ancelotti'nin birinci ilindəki 14-15, 13-14. Amma bir məsələ var ki, 2016-2017 Realın statistikalarını oxuyuram da sizə. La Liqanı 93 xalla qalib oldular. Çempionlar Liqası götürüblər. Yəni bu Mourinho Realı okey, xal falan, amma nə liqa götürə bilmədi, nə Chelsea-də heç nə edə bilmədi. Orada prosta indi Realın məsəl üçün Zidane'ın dövrü gəlin bir dənə götürək də məncə. Mən məsəl üçün bu siyahımda bir dənə Zidane'ın dövrü budur. Bir dənə Zidane dövrüdür. Onu Opşi Zidane dövrünü götürərək bu komandanı salıb 4-cü yerə. Çünki məncə Ancelotti'nin daha yaxşıdır. Ancelotti'nin Realı daha yaxşıdır. Okey, madam ki Mourinho dediniz, Chelsea 2004-2005 95 xalla Premier Liqa. O da məncə amma bir çevriliş elədi məncə. Çox big komanda idi. İngilis Premier Liqasında yeni bir nəfəs gətirdi. Verdi, oyuna razıyam. Ona görə də məncə bu newsmaker olub. 3-dən yarım final uduzdu. Məğlub edilməz Arsenaldan çoxdur fərqlənmir mənə. Yenə Mən 9-a qoyuram. Ya 7 ya 9. Ya bir Premier Liqa götürüblər. Çünki öz dövrü üçün ən möhtəşəm klublardan biri idi. Yeni bir sən həmin mövsümdə onlar yarım finalda tutuldular. 50 ildən sonra Chelsea çempion oldu. Məncə dominantlıq da var idi və yeni bir elə bir kim şeyin təməli qoyub da. Prosta 9-a qoya bilmirəm də mən. 7-yə qoy. Nə 7 məsələn 10-luğa düşmür o bura. Niyə düşmür? Məncə də 10-luğa düşmür. Niyə düşməli də 7-liyə? Burada heç nə yoxdur o komanda. Heç nə bir dənə Çempionlar Liqası götürdü. Amma Milanın da heç nə yoxdur da 5-ə saldı. Milan sən saldın da Milanı. Mən saldım. Yox, mən saldım. Sən dedin 5-də. Sən dedin 5. Sən dedin 5, mən razıyam mən. Razılaşmadın. Gəl bir dənə də səhv. Milanı çıxardaq buradan da burada. Heç olmasa 2007 Milan olsaydı. Necə başladı Milan belə axırda çıxardır Milanı. Zaten o Milanı 5 yazanda mənim ürəyimin yanına idi ki, Samir birazdan necə qıcıqlanacaq indi. Özü yazdı, mən demədim. Hə. Okey, oxuyum növbəti komanda. Yazma da axı. Həmin Chelsea nara yazar? 13 yoxsa 9? Məncə 13. Mən 9-a yazmaram onu. Niyə yazmarsan? Mən düzdür, burada əslində o sözü deməməliyəm, müdaxilə edim. Çünki qabaqda elə komandalar var ki, Chelsea onların üstünə yaza bilməzsiniz. Məsəl üçün bu komanda indi siyahan verib ChatGPT, okey, amma bu komanda ilk 10-a yox, ilk 20-yə də 20-ci yerə düşər. Bu Mbappe, Messi, Neymar triosu olan PSG. 20-ci yer. 20-ci. Məndə yaxını. Növbəti komanda Ajax, Ten Hag'ın final oynamış Ajax. O məncə 14. Yəni Bir mövsüm komandası. ilk 10 100% deyil. Ten Hag kimi bir mövsüm komandası. 100%. Heç 14 də çoxdur məncə, bunun çox. Yox, indi məsəl üçün Bomba mövsümü idi bura. yox, bir mövsüm şou göstərdilər. oyun olaraq Hər gözəl. çox rəsmlə getdilər. Ölkədə treble eləyiblər. Ölkədə dubl eləyiblər. Bir dənə eləyiblər. Çempionlar Liqasının yarım finalı. Yarım final oldu. Pis deyil bura. Bu da ilk ona düşməyəcək komandadır. Dortmund 2012-2013. 12-13 finala da uzan. Final uduzan. Çempion olan öz ölkəsində. Bundesliqada çempion oldu, amma Kloppun şeydə uduzdu. yaxşı komandadır söylən. Ay okey də 15 qoyaq da, onda başqa variant yoxdur bir də. Ajaxdan da qabağa salardım onu əslində. Ajax çox yuxarı qoyduq məncə onu. Sən də qoydun 14 dedin. Mən deyirəm gözlə də sən sıraz yazırsan. Nə olur? Nə? Yo deyən gəl fikirləşək. Nə fikirləşsən? Ya 9 ya 7 ya qabağa ya 15-də 15 də. Ümumiyyətlə neçə boş şeylərimiz nə qalıb bizim orada? 19, 18, 17, 16, 15. 7, 9, 15, 16, 17, 18. 2-3 yoxdur. Ala mən Ajaxla bunu bir yerə qoya bilmərəm də. Bu nə səhvdir? Nə pravila qoyursan mənə? Belə mənim vecimə də deyil. Dortmund. Diktatura elədiniz. Ajax pasta 18-də. Ajax 18. Ay sağ ol. So. 7. 2011-12 Chelsea. Çempionlar Liqasının qalibi olmuş Chelsea. 9. 9. Çempionlar Liqası udublar. Əzmkar, avtobus. Amma qardaş, o Interdən Chelsea yuxarı olmalı. Amma o Chelsea bu Chelsea-dən güclüdür. 100%. Onu niyə salmırsan onu? Çünki o Chelsea bu Chelsea-nin heç nəyi yoxdur bura. 2014-2015 Barcelona. Utdu da o da. Yəni treble eləyiblər də. 2014-2015 Barcelona. Barcelona. 3. 2-də Realdır. Uza indidən deyə bilərik. Amma burada da Inter qarşı cındırlıq elədi bizim. Okay. Biz yox mən. Chelsea, həmin o Chelsea Interdən yuxarı olmamalıdır. Blять. Da oturub Interə adı nədir? Quruza düşdü. Onu fikirləşmirəm, kommentləri fikirləşirəm. Yaxşı sözlər yazdım. 2019-2020 Bavariya. O çempion.
Bəli, Çempionlar Liqası Lewandowski-nin haqqına girilib. Yox, Ballon d'Or verilməsi. getdi, maşına idi. O Bavariya maşına idi bura. Real 13-14 çıxartdı oradan. 2022 Dəvə bura yazında Bavariya 2000 20. 19-20. 2022-2023 Manchester City. Treble eləmiş Manchester City. O da var. O gəlsin onu axıra saxlayıb. Yox, belə rahat verim. Məncə Milan можно выкинуть немножко назад. Yox, Milan Sisi. dəyişdirməyə qoymaram. Bir dəfə diktatura elədiniz, ikinci şansı aldınız. Diktator eləmədi. O City səsinin yadından çıxdı mənim burada. Bütün komanda təxmin Hə eləmişdim. beləsən də sən. Hə. Beləsən. Yaxşı kimin yerinə qoyasan? Bu bir də Milandan başqa hamısı komanda qalmalıdır da burada. Qoymurdu uje все. Ara yazdınız. Heç nə yazmıram belə. O City Chelsea-dən qat-qat güclü komandadır. 15-ə saldı. Interdən də güclü komandadır. 15-ə Ay qoy. bilə. Yox, dəyişmə yox. 15-ə də 15 boşdur. Okay, sizə indi Biləmən. City yaz. 15. Sizə daha rahat bir variant verəcəm. Yadımdan çıxdı. Xab Alonso Leverkusen. Hə, 16. Ya biraz nəfəs alam deyə verirəm bunları ki. O niyə də 16 yox? Nə fərqi var 17-dən? Ambitən niyə görə Arsenal burdadır 12-də? Sən Arsenal salmısan da o yuxarıda. 12-yə sən başa yuxarı istəyirdin onu. Ha, 9. Yox, mən deyirəm olma. Bu da ambitində. Olsun da. İndi növbəti komanda İspaniyadan gəlir. Siyahıda. Real Madrid. Yox. Atletico Madrid. Sergio Agüero'nun Diego Forlan'la oynadığı Atletico Madrid. Zor Atletico'dur. Super Kubok. Amma 19. 19. 16 dollar prinsipən. Niyə səhv məhz o Atletico? Çünki Atletico'dur. Daş. Çempionluq Atletico'su var. Çazipsinin yeri burada. 2023-2024 Real Madrid. Ya axırıncı komandanın bəri başda. Ya 13-14 Real'ı burada olmalıdır mütləq. Okay, istəyirsiniz bu Real'la 13-14 Real'ını dəyişək. Ha, yoxdur 13-14. Verməyib məsələn. Oluyor o s**sun çazipsi. 13-14 Real. O Real. Deməli, sonuncu komanda Bayern München. Treble eləmiş Bayern München 2012-2013. Jupp Heynckes'in. Jupp Heynckes'in komandası. Məncə. Yox, brat, məncə budur. yox, mən bunu görsən 2020 yazmışam bunu. Elə Jupp Heynckes'in komandası 16-ya düşür. Sıçdım, batırdım bunu. Bu six-tuple qazanıb da, belə bu burada olmalı. Batırdın yəni. Belə Bavariya azarkeşləri. Tahir, sorry. Özü verilişdən əvvəlində dedim ki, Jupp Heynckes'in komandası var. Orada olmalı. O da qalmadı yer ona. City-ni 15-ə salan oğlandır. Adiyana bunu dəyişmək lazımdır, brat. Gəl biraz müzakirə eləyək. Ya. Qalsın. Sağ. Yox, bir dənə. Tələbə qəbul komissiya götür. Ver siyahını. Burada montajda siyahını qoyacağıq. Baxarsınız, siz də fikirlərinizi yazarsınız. Sizə 2 dənə şans verirəm bu siyahıda yer dəyişməyə. Siyahını oxuyuram. Birinci yer Barcelona 2008-2009. Razı. Razısınız. Düzgün seçimdir. İkinci yer Real. Hə, 13-14. Real 13-14. Üçüncü yer Barcelona 2014-2015. Dördüncü yer Real 16-17. Beşinci yer Milan 2004-2005. Onu arxaya atırıq. Onun City-yə yerinə çıxardırıq. yox, onun yerinə City. Bavariyanın yox, City. Jupp Heynckes'in Bavariyası. City. Okay, Jupp Heynckes'in sizə Bavariyası. qısa bir topik. Treble City, Jupp Heynckes'in Treble Bavariyası. City. Hansı daha güclüdür və Treble niyə? City. Buyurun əsaslandırın. Məsələn, niyə götürəb o City daha? Ben niyə Bavariya yaxşı? Bavariya heç kimi tanımırdı, rəqib tanımırdı. City O Bavariya və rəqib Leicester tanımırdı, bura. Olsun da. City dirəşə çıxdı finala. sən- Real'la nə qədər dirəşdilər? Şeydir, necə tanımır? Dortmunddan şey oynayıblar finalda. O tanımırdı. Finaldır rəqibi. da, bura. Olsun da tanımırdı. İnternet şey oynamırdı. Kim? Inter City. finalda Bavariyanı da qarmışdı 2-0. Necə lazımdır? Amma Inter. Aha. City'nin orada Lukaku biraz başına əysəydi. Ada biraz City yox idi biraz bura. belə eləsəydi. Allah City 30 dəqiqə City Inter, paxan idi. sən prosta Inter'in xeytrisən. Mən də Inter deyiləm, Bavariyadan gedir söhbət də Amma City-lə. qulaq Sən as da, Inter yas sən desək finalda orada Dortmundla dirəşib. Mən deyirəm ki, City isə burada Inter'la dirəşib. Finalda dirəşməlidirlər də alada. Dirəşsin də. Okey, finalda. Finalda dirəşməyən komanda ancaq Liverpool-la Tottenham idi. Gol vurdu. Aha. Lazım nəticəni əldə eləyib. Bavariya isə ala Dortmunda 1-1 ala ora bir yəni Robben olmasaydı axırda çox. Göz necə gözəl City. Patka ilə Ribery Sonra da həmən dabanla oyunçu da pas. gol vuran oyunçu getdi qızıl top da götürdü. O da böyük bir pakadasildi. Bavariyadan kimsə götürüb qızıl topu həmən. Verməyiblər Neuer niyə yazır? Verməyiblər. Messi Əlsə veriblər. Messi verib, yox Cristiano Ronaldo vermişlər. Ribery'yə verməyiblər. Var bir dənə də plus Rodri götürüb qızıl top. Yox, məncə şey eləyək.
Məncə Amma orada City-ni bir dənə qoyar. komanda deyəsən çıxarmalı. Dəş oxu. Bu Okey. da hansı yerdir? 5-ci yerdir. 5-ci yerdir. Milan 2004-2005 çıxartdıq 5-ci Aha. yerdən. Bunun yerinə City-ni qoyduq, Bavariyanı qoyduq. City-ni. Sən də deyirəm. Mən Bavariyan deyirəm. Mən də Bavariyanı deyirəm. Niyə? Bavariyan oyunu daha dominant idi. Bir də şey Ala nə məsələsi var. dominant? Səncə? Dominant. Dominant idi, çox dominant idi. 2012-ci Bro, you Kaykins, brat. Yup Haynkinsin Bavariyası pik idi, brat. 100%. Gəl sənə bir dənə argument. Yup Haynkinsin Bavariya struktur qurdu. City hate. United azar keçib, West Ham azar keçib. Mən onların ənəs qoydu. Qarşı deyəsən Bavariya. Təqaüdə çıxdı. Yerinə kim gəldi? Pep Guardiola. Nə ilə də Bavariya? Düz yazırlar kommentlərdə sənin haqqında. Hər şey düz yazırlar. Yoxsa mən West Ham'a keçib, Pürün United var. Protiv. Mən nə başlayıram ki? Protiv. Niyə? Mən nə başlayıram ki, 100 klubu Protiv qazansın. sənsən. Amma po faktu danışmaq lazım. Məncə Bavariya. 5-ci yerə Bence qoyaq. elə bir sizi fuflodur elə bir ki. Bəs. Okey. Yaxşı, gəl City-ni salaq. Yaxşı, sən təsvir edəyim. Sən Salak. Beş- Yəni salak sözünü deyir də. Salak. Bəli, 5-ci yerə qoyduq Treble City-ni. razı deyiləm. 6-cı yer Manchester United 2007-2008. Okey. 7-ci yer Bavariya 2020-19-20. Okey. O 8-ci yer Liverpool 2018-2019. Onun yerinə Bavariyanı salmaq olar. Ay sağ ol. O- Çıxart Liverpool'u. Liverpoolu çıxartdıq, yerinə qoyduq 2012-2013 Bavariyanı. Ay Yes. sağ ol. Liverpool atdıq 16-cı yerə. Oy bilə, yox da bura. Onsuz oy bilə olacaqdı burada. Amma olsun. Kloppun Liverpoolu Gəl Beşiktaşdan çıxır qardaşım sən. Bu nədir ala? Çalar. Ni pri чем я, ni виноват я. Yəni, Tamam. Kloppun Liverpoolu 16-cı yerdə biraz o deyil. Ya bu City necə s**ti mənim bütün planlarımı. Yadımdan çıxmışdı bu City mənim, belə. Belə, mən Chelsea-ni orada 9-a başa yo, dəş dinən. Yaxşı, Liverpool 2018-19-u Qalır. saxlayırsan 8-də. Chelsea 9-cu yerdə Chelsea 2004-2005. s**tir onu. Okey, 16. İyi Bavariyansa, ay sağ ol. 9-cu yerdə. Okey, onda 9-cu yerə qoyuruq 2012-2013 Bavariyanı. Bavariyanı. Di Matteo'nun Chelsea'ni Chelsea'ni 16-cı yerə Ay qoyuruq. sağ ol. All happy. Yes. 10-cu yerdə də 2009-2010 Inter. 100%. Siyahın İndi mən editlənmiş versiyada çıxacaq. İndi mən rahatam. Ver oradan mən silim onu. Rahat olum. Mənə göndər, harda Sağ silirsən. görürsüz. Yəni Chelsea azarkeşlər məndən inciməsin, amma Di Matteo'nun Chelsea azarkeşlər özləri bilirlər ki, bu komanda hər kəsə uduzmalı idi, amma necəsə olurdu, udurdu oyunları. Və yəni bu biraz şeydir, atvetka idi. O Barcelona, Ebrey bezat, yəni qaytardılar onlara ki, səhv eləmişik, bağışlayın, yemişik. Deməli, bugünkü quizimizin topiki nədir? Premier Liqa tarixində ən çox big chance missed eləyəndə, yəni ən çox böyük qol şansları itirmiş 10 futbolçu. Zor. Başlayaq bərabər. Harry Kane. Harry Kane siyahıda 3-cü yerdədir. Nükusu. 128 şans miss edib, şans itirib. Əslində ikinci yerdə qərarlaşan futbolçu da 128 şans itirib, amma oyun nisbətinə görə Harry Kane 3-cü yerdədir. Əslində bu belə bir topikdir. Yəni burada yəni top futbolçular da olmalıdır. Çünki daha çox zərbə vururlar, daha çox. Bəlkə də okey, olsun Cristiano Ronaldo. Yox, siyahıda. Mən demək istəyirəm, çox sağ ol Samir. Buyur. Premier Liqada Thierry Henry bəlkə. Premier Liqa tarixində bəli. Thierry Henry siyahıda yoxdur. Bu da yoxdur ya. Bəli. Göşenari. Muhammed Salah. Bəli, birinci yerdə 146 dənə şans itirib, böyük şans. Bax budur. Salah budur. Əvvəldən nə deyim, böyük futbolçular olacaq burada. Mən nə Bax, demişdim? budur. Görsən bura. Mən Yaxşı qabaqlayıram. reyting Mən sizi deyil. qabaqlayıram bura. Yaxşı reyting deyil amma. Okey. Erling Haaland'ın Zasuqası çatır belə. Yo, Elin Xan deyil. Elin Xan da keçən mövsümdə o bombardier olmuşdu. Deyəsən 60'lar vurmuşdu, onların 36 qol oldu. Deyil. Nəsə belə bir statistika. Siyahıda yoxdur Erling Haaland. Olmaz. Elin Xan nə vurur girir. Çox güman ki Alvaro Morata az oynayıb, onu deyərdim, amma Alvaro Morata olmaz. Çox oynayan hücumçulardan kimi seçirik? Əlbəttə ki Didier Drogba. Didier Drogba siyahıda yoxdur. Çox sağ ol, Firəsən. Mən getdim. Nə bilim kimi deyim ala. Məndə bir dənə variant var. Kun Agüero. Bəli, Kun Agüero ikinci yerdədir 128 dənə. Nə şans oldu? itirib. Salah, Agüero. Kane. Kane. Bəli, ilk İlk üçümüz üçü budur. tapdıq. Dördüncü yerdə hətta 128 şans itirib. Darwin Mayonez. Var o. Kim? Darwin Núñez. Yox, o düşməz. Yəni 10-cu yerdə qərarlaşmış futbolçu 88 şans itirib. Darwin Núñez elə ona 4-cü çatmır. 88. Yox, 10-cu yer. 10-cu, hə. 4-cü yerdə 4-cü 128 şans deməli. itirib. Alan Shearer. Yoxdur siyahıda. O qədər könülləri getmir. Ala Darwin Núñez'in alışır gözlə mən deyim də ola. 2-dən deyər. Ay блин, ha. Какой хороший человек. Kimi deyim? Mən şey deyim. Adı Sterling, Rəhim.
4-cü yerdə deyil, 5-ci yerdədir. 117 şans itirib. Okay. Qoy şey olsun. Gözlə mən deyim. Ay belə. Növbə girmə. Hiss edirəm ki, Chelsea-nin oyunçularından kimsə olacaq. Bəli. Bir futbolçu var ki, Chelsea forması geyinib bu siyahıda. Hadi. Bəlkə, nə bileyim, Lampard. Yoxdur siyahıda. Fernando Torres. O da siyahıda yoxdur. Belə bir ipucu verim. 6-cı yerdə qərarlaşmış futbolçu həm Manchester United-in, həm də Arsenalın formasını geyinib. Robin Van Persie. Xeyr. Kim ola bilər? 6-cı yerdə qərarlaşan futbolçu. Amerika da oynayıb, Amerika. Amerika siyahıda yoxdur. Oy bro. Son Heung-min. O da siyahıda yoxdur. Kim ola bilər bu? 7-ci yerdə qərarlaşmış futbolçu da Arsenal forması geyinib. Yaxşı eləyim. Ümumiyyətlə 6, 7 və 10-cu yerlərdə qərarlaşmış futbolçular Arsenal forması geyinib. Və bunların hər üçü belə deyim də artıq 2010 mövsümündən etibarən üzü bu tərəfə geyinənlərdir. O deyən Arsenalda bir də Manchesterdə oynayır. Danny Welbeck. Bəli, 6-cı yerdədir, 100-dən böyük şans itirib. Kai Havertz. Havertz siyahıda yoxdur. Davay belə eləyək. Kai Havertz bu mövsüm üçün 3-cü yerdədir, amma overall-da yoxdur siyahıda. Michael Antonio. Michael Antonio da siyahıda yoxdur. Belə git qismində hücumçular da lazımdır demək. 4-cü Solanke. O da siyahıda yox. 4-cü yerdə qərarlaşmış futbolçu Premier Liqa tarixindəki əfsanəvi çempionluqlardan birinin əsas simalarından idi. Kimdir də? Jamie Vardy. Bəli, o da 128 böyük şans itirib. 10-cu yerdə qərarlaşmış futbolçu Bakıda qol vurub. Qarabağa vurub üstü. Aubameyang. Yox, siyahıda yoxdur. Mən bilirəm. İkincisini mən bilirəm. Bakıda kimlər qol vurmayıb? Michael Owen. Yoxdur, siyahıda. Gözlə mən deyirəm. Yox. 2-dən dedin də sən. Nə var? Dalbadal Bu indirsən. Jamie Vardy'dən sonra bir nəfər dedin sən. Söz hapisdən onu. Sən şimdiyə qarşıdır. Willian olsun. Yoxdur, siyahıda. Söhbət Arsenal Chelsea oyunundan gedir. O da Bakıda olub bax. Bəli. Və söhbət çox güman ki, Azardan gedir. Xeyr. O oyundan gedir söhbət. Ajiru. Bəli, 10-cu yerdə. Orada sən yaxşı mənə verir. İpucu. Assistentam da burada. 88 şans itirib. 8 və 9-cu yerdə qərarlaşmış futbolçular Liverpool forması geyinib. 8 və 9 Liverpool formasını geyinib. 7-ci yerdə Arsenal forması geyinib. Davay mən deyirəm də. Qoy olsun. Carroll. Andy Carroll? Andy Carroll. Yoxdur. Siyahıda. Firmino. O da siyahıda yoxdur. Yaxşı, qoy olsun Daniel Sturridge. O da yoxdur. Peter Crouch. O da yoxdur. Çox arxalara gedirsiniz. Yaxşı, Liverpoolun formasını geyinən Out. hansı çolaq var idi deyən görüm. 2010-dan bu tərəfə fikirləşir məncə. Yəni. Dirk Kuyt. O da yoxdur. Ay bula. 2010 o tərəfə deyirsən də 2010 o tərəfə getdin. Yox, 2010-dan 2025-ə kimi olan period. Burada kim oynayıb? Valla Liverpoolda. Mən bildim. Sadio Mane. Bəli, Sən 8-ci yerdədir, 96 böyük. 2 dənə qaldı. Bəli. 7-ci yer o da 96, 9-cu yer 95. Hamısı hücumçular da öyle. Niyə küçüsün? Zaşitli Kolasti. Yox, City- indi City atak bu City-də. işi zat. Sizdə kim var idi? Kun Agüero dediyin, Sterling dediyin çıxdı. Gabriel Jesus. Bəli. Ay bula. Gabriel Jesus. Yazıyor bula. 9-cu yerdə qərarlaşan futbolçuya dair. Cəmaət yenə də 9-u tapmadıq. Bəli. Qoy tapsınlar. 9-cu yerdə hansı futbolçu qərarlaşır? Onu deyək. Şərhlərdə bizimlə paylaşın və gələn podkast görüşərik. Sağ olun, öpürük. Sağ olun. Görüşərik.